Sumqayıt şəhərində iri şəhərlərin birləşmiş su təchizatı xidmətinə tabe olan Sumqayıt Su Kanal İdarəsi tərəfindən aparılan təmir işləri sakinlərin ciddi narahatlığına səbəb olub. Şikayət TV-yə daxil olan görüntülərdə səhər saatlarında aparılan təmirin yaratdığı güclü səs-küy aydın şəkildə eşidilir. Kadrlarda sakinlərdən biri saatını kameraya yaxınlaşdıraraq vaxtı nümayiş edir. Saat 05:27-ni göstərir. Sakinlərin sözlərinə görə səhərin bu qədər erkən saatında aparılan təmir işləri insanların istirahətinə mane olur. Azyaşlı uşaqlar və yaşlı sakinlər üçün isə vəziyyət daha da çətinləşir. Vətəndaşlar hesab edirlər ki, təmir işləri gecə və erkən səhər saatlarında deyil, ən azı gün ərzində və normativlərə uyğun vaxtlarda aparılmalıdır. Onlar aidiyyatı qurumlardan səs-küy məsələsinə diqqət yetirilməsini və sakinlərin hüquqlarının nəzərə alınmasını tələb edirlər. Şikayət TV olaraq məsələnin ictimailəşdirilməsini davam etdiririk və aidiyyatı qurumları mövqelərini bildirməyə dəvət edirik.